Yine de selam dostlar. Bildiğiniz kimi geçen danışığımızda təklif olan fikri analiz etdik və analizimizin nəticəsində o təklif olamaz bir yol kimi önümüze çıxdı. Və orada söz verdi ki, bugünün gerçəkləri ilə, bugünün dinamizmləri ilə Azərbaycan üçün, yəni Güney Azərbaycanda bir dövlətin qurulması üçün və İranın başqa bölgələrində və ələlxüsus Tehran və Kərəzdə Türklərin haqq qazanıb və status qazanması üçün nə yol vardır deyə düşünməyimiz lazımdır. Keçən mübahisəmizdə acaba səlbi şüara dayanaraq strateji qursaq nə ola bilər deyə ələ aldıq və amma icabi şüar, yəni o zəruri şüar, o hədəfi ki bir hərəkətin məqsədi sayılır ələ almaqla, bugünkü İranda olan durumla ümumiyyətlə Türk xalqının İranda mənafi və özəlliklə Azərbaycanda, Güney Azərbaycanda bir dövlətin qurulmasına ən olumlu yol və ən gerçək yol nədir deyə onun haqqında bugün danışacağıq. Bildiyiniz kimi qeyri-fars xalqlara iki yoldan başqa bir şey yoxdur. Devlət qurmaq üçün ya istiqlaliyyət şüarı verəcəksən, ya da İran çərçivəsində federal sistemin qurulmasına çaba göstərib, federalizm vasitəsilə öz bölgəndə öz müqəddəratını yerel dövlətin qurması ilə əldə edəcəksən. Bura gəldiyimizdə hər kəsə aydındır. Azərbaycanımızda istiqlaliyyət şüarı uğur qazana bilirmi? Bu istiqlal şüarı haqqında çox danışmışıq və onun bugünkü durumda İranda olamazlığını çox ciddi faktlarla göstərmişik. İndi də bir cümlədə demək istəyirəm ki, bir istiqlalı dünya dövlətləri rəsmiyyəti tanımasalar, o istiqlal ola bilməz və Azərbaycanın dövlətinin qurulmasını heç bir dövlət, Azərbaycan dövləti və Türkiyə dövləti onun içində onun istiqlalını rəsmiyyətə tanımaz. Bundan sonra bir faktor da indi ortaya qoyum, geçim sözümüzün devamına. Acaba istiqlaliyyət şüarını Azərbaycanda, Güney Azərbaycanda təbliğ etmək olar, dilə gətirmək olar. Hər kəs bunu bilir ki, elə Azərbaycanın özündə bu sözü dilə gətirmək və təbliğ etmək olmaz. Bir şüar, bir yol, bir strateji ki, sən xalqın içində onu təbliğ eləyə bilməyəcəksən, sözün danışa bilməyəcəksən, yəni xalqın içinə yayıla bilməyəcək, necə o şüarı və necə o hədəfi əldə etmək olar? Elə buna görə də Azərbaycanda istiqlaliyyət şüarı bizim var olduğumuz durumda, yəni Azərbaycanın bugünkü durumunda olmaz bir şeydir. Qaldı bir yol. İran içində milli müqəddəratını təyin etmək üçün federal sistemin qurulması və Azərbaycanda bir yerel dövlətin bərpasına çaba göstərib çalışma. Bu təkcə yoldur ki, bugün milli düşünənlər, milləti düşünənlər, Türk millətini düşünənlər, Azərbaycan sevdası və eşqi olanlara təkcə bu yol var. Niyə bu sözləri deyirəm? Çün Azərbaycanda və genəldə İranda Türklərin təşkilatlarının və insanların birləşməsi həyati önəmi var bu xalqın haqq əldə etməsinə, bu xalqın Azərbaycanda dövlət qurmasına, bu xalqın Tehranda və Kərəzdə və İranın başqa bölgələrində haqq qazanmasında birləşmə yolu həyati bir önəm daşıyır. Mənim çabalarım, bu teorik bəhslərin hamısında bir məqsəd var. Hangi yol Türk xalqını İranda birləşdirir ki, Güney Azərbaycanda bir dövlət qurulsun və Tehran, Kərəzdə bu xalqı başqa xalqlarla bərabər haqq qazansın və İranın başqa bölgələrində də kompakt və fışırda yaşayan yerlərdə Türklər öz bölgələrinə bir autonomi qazandırsınlar, öz idarə etmə haqqını qazansınlar. Bu hədəfi əldə etmək üçün yalnız bir yol var. İranın içində bir federal sistemin qurulması. Xalqımız və onun siyasi gücləri həm Azərbaycanda və həm Azərbaycanın xarici Tehran, Kərəc, Qum və İranın başqa bölgələrində
federal şüarı altında hamımız birləşə bilərik. Birgə ola bilərik, bir yumruq ola bilərik və güc toplamaqla, axı bizim xalqımız zəifləmiş bir xalqıdır, asimiliyə məruz qalmış bir xalqıdır. Elə ona görə birləşmək üçün, güclənmək üçün, güclü meydana çıxmaq üçün yalnız hamımız bir yolun yolcusu olmalıyıq. Bir siyasi stratejimiz olmaq lazımdır. Belə olmursa, qaybedən, utuzan, itirən biz olacağıq. Bu yolda istiqlal deyil, federal sistemin qurulması ilə Türk xalqının həm Azərbaycanda və həm İranın çapında haqqın əldə etmə mümkün ola bilər. Baxın, mümkün ola bilər deyirəm. Çün əgərsə birlikdə bir araya gəlməsək, bir stratejik xəttə güclərimizi toplamasaq, hədəfə yetirməmiz də mümkün olmayacaqdır. Bura gəldiyimizdə yine bir yeni sual meydana gəlir. Əcəba qeyri-fars millətlər tam güclərini toplayaraq və tamamilə bir yerdə olsaq belə İran rejiminə alternativ kimi qəbul oluna bilərikmi? Bu sualın cevabının negatif olmasını bilirsiniz. Zaten de bir doğru yol değildir. Yani İran'da yaşayan xalqların hamısı bu sistemin değişməsində ve onun bərpasında rol oynamasına düşünmemiz lazımdır da. Bu arada qeyri-fars xalqların gücləri bir arada olmakla mərkəz gücləriyle bir bağ qurmamız lazımdır. Yani çevrede yaşayan xalqlarla mərkəzdə yaşayan xalqların siyasi gücləri bir araya gəlmirsələrsə, bir, İran rejiminin dəyişməsi mümkün olmaz. İki, İran rejimi dəyişilirsə, qeyri-fars xalqların başı börksüz qalır. Çünki hətta bu gündən həm İranın içində və həm İranın xaricində, yəni dünya ölkələri tərəfindən İran rejiminə alternativ tanınmaq məsələsi meydana gəlirsə, çevrədəki siyasi güclər yox, mərkəzdə olan siyasi güclərin birisi və ya biriləri xarici dövlətlər tərəfindən İrana bir alternativ kimi rəsmiyyətə tanınacaqlar. Bir başqa tərəfdən də, çünki dünya gücləri İranın multietnik və ya kəsirülmillə yapısını tanırlar, rəsmiyyətə tanınan alternativlən tələb bu olacaq ki, qeyri-fars millətlərdə o yapılan alternativdə də bir rol oynamış olsun, varlıq göstərmiş olsun. Bu bir pozitiv yöndür ki, qeyri-fars xalqlara aid siyasi güclər o poengdən, o imtiyazdan güclücə və doğruca istifadə etmələri lazımdır. Ama o puandan ya o imtiyazdan güclüce necə istifadə etmək mümkündür diye bir ciddi sual kimi karşımızdadır. Bu sualın cevabı qeyri-fars xalqların siyasi stratejik seçimlərində yol gösteren bir cevap olacaqdır. Buracan danışmalarımızda bu sonuca vardıq ki, İranın mühtemel rejim değişikliğinde ve o rejim değişikliğinde bir siyasi alternatifin meydana gəlməsində bir rol oynamalıyıq. Bir ciddi rol oynamalıyıq. Ve ama o siyasi alternatif, yani İran rejimine değişilmə ərəfəsində siyasi alternatif çevrə ilə mərkəz gücləri arasında bir müəyyən ortam yaranmalıdır. O ortam çevrə və mərkəzdə en geniş vasitədə siyasi gücü bir araya toplamaqla özünü siyasi alternativ kimi siyasət meydanına müxalifətdə qoymalıdır. Hər kəs bilir ki, hər bir toplumda tamam siyasi güclərin bir araya toplanması mümkün değildir. İran da bu qaydədən müstəsna değildir. Tamam siyasi güclər, həm çevrədə olanlar və həm mərkəzdə olanlar bir araya toplanma mümkün değildir. Ama en geniş vasitədə siyasi gücü çevrədən və mərkəzdən bir araya toplanma zehniyyəti, fikri və idəsi meydana gəlirsə, o zehniyyət İran siyasi çapında
ortaq mənfəətlərə dayanaraq bir geniş siyasi cibhə, geniş bir siyasi etilaf, alternativ səviyyəsində bir etilafı meydana qoya bilir. İndi mənim bu sözlərimi eşidən hər kəsə bu sual zehnə xutur edəcək ki, bu geniş vasitədə siyasi gücü həm mərkəzdən və həm çevrədən bir ortama yığan fikir hangi fikir ola bilir? Burada bir çəlişki meydana gəlir. Əcəba mərkəzçilərlə çevrədən gələn siyasi qruplar arasında necə bir birlik, necə bir ittifaq qurula bilər ki, tüm mərkəzçilər çevrədə olanların haqqını rəsmiyyətə tanımırlar, çevrədə olanlar da istər-istəməz öz haqlarını əldə etməkdən vazgeçmirlər. Və bu iki güc necə eləyə bilər və hangi platform çərçivəsində bir araya gələ bilərlər? Və bu bir araya gəlmənin motivi, əngizəsi nə ola bilir? Bu mürəkkəb durumu açıqlamaqda zorluq çəksəm də, amma o izahın, açıqlamağın zərurətini hiss edirəm. Ona görə də çalışacağım ki, bir sadə dillə fikrimi bir türlü sizlə paylaşım. Qıssa da olmuş olsa, izahatımın içində bir faktor ələ verdim. O faktor da bu idi ki, İran bir siyasi dəyişikliyə gəbədir, hamilədir. Yəni İran rejiminin dəyişilmə imkanı, çevrilmə imkanı son aşamalara baxdığımızda, xüsusən 12 günlük savaşdan sonra çox möhtəməldir. Və dedim ki, əgərsə bu rejim hər nə vasitə ilə çevrilib devrilirsə, xarici dövlətlər, xüsusən Amerika, İran içində bir geniş böhran yaranmasın deyə zəif bir alternativi İran hakimiyyətini doldurmaq üçün rəsmiyyətə tanıma imkanı vardır. Bu zəif siyasi alternativləri ki, möhtəmələn elə bir iztirari durumda rəsmiyyətə tanınma imkanı vardır, bir elə səltənətçilər və keçən diktatorun oğlu Rza Pəhləvidir. İkinci zəif alternativ ki, çaba göstərir bir türlü İranın devlətinə bir siyasi alternativ kimi meydana gəlsin, Mücahidin Xalq Təşkilatıdır. Bu dediklərimə ətf olaraq Suriyaya diqqət edin. Bəşar Əsədin sürətlə düşmə ərəfəsinə baxın. Bəşar Əsəd qaçandan sonra bir balaca silahlı qrup çox sürətlə özünü Dəməşqə, Şama yetirdi və iqtidara oturdu. Halbuki Bəşar Əsədlə müxaliflər ciddicə fəaliyyətdə idilər, amma alternativ seçilməsindən söz konusu deyildilər. Amerika bir alternativi, bir zəif alternativi rəsmiyyətə tanıdıysa, Suriyenin yeni devlətini quranlar onlar olacaqdır. Baxmayaraq ki, Suriyədə problemlər bir-biri ilə güləşmədədirlər. Öz konumuza geri dönək. İranda rejim dəyişikliyi hər hadisədən dolayı meydana gəlirsə, Amerika istər-istəməz bir neçə həftə və ya bir neçə ayın içində yeni alternativin seçilməsi və onun rəsmiyyətə tanınması meydana gələcəkdir. İndi isə masa üstündə olan siyasət, İsrail, İran International Televiziyası və Rza Pəhləvi, bu üçgən, bu müsəlləs o siyasi boşluq ərəfəsində, İran rejiminin köçmə ərəfəsində o boşluğu doldurmaq üçün özlərinin siyasi alternativ kimi meydana çıxartmaları və xarici dövlətlərdən onları İranın siyasi alternativi kimi rəsmiyyətə tanımalarını istəyəcəklər. Şəraiti gördüyümüzdə səltənətçilər bir alternativ kimi meydanda rol oynamaqdadılar və bu siyasi boşluqdan imkan qədər istifadə etmək istəyirlər. Amma onların qarşısında cumhuriyyətçilik, yəni İranda yaşayan insan, İranda yaşayan xalqlar aydındır ki, geniş vasitədə daha çox cumhuriyyəti istəyən bir kamuoyuna, ümumi əfkara sahibdilər. Yəni, qeyri-fars xalqların siyasi gücü ilə mərkəzdə olan siyasi gücün cumhuriyyətçilərinin bir araya gəlib bir çatının altına girməsi ilə yeni bir alternativ, yəni cumhuriyyətçi alternativin meydana gəlməsinə şərait yaradır.
Yenə də bundan qabaq izah etdiyim kimi bu cumhuriyyətçilər istər-istəməz iki fərqli zehniyyətə sahibdilər. Bir kəsim mərkəzçi ki, əlbəttə danışıqda və sözdə özlərin ədəmi mərkəziyyətçi kimi tanıtırlar və bir başqa kəsim isə federal zehniyyət və federal düşüncəsi ilə siyasət meydanındadılar və İranda bir federal cumhuriyyətin yaranmasına mücadilə edirlər. Amma mümkündür bu sual meydana gələ ki, bu iki kəsim bu qədər fərqli düşüncə ilə necə bir araya gələ bilirlər və necə bir siyasi alternativa çevrilə bilirlər? Nə bu sualın cavabı rahatdır, nə də o iki fərqli fikirlərin bir araya toplanıb və bir platform altına yerləşmələri o qədər rahat nəzərə gəlir. Amma bu fikrin mümkün olmasına bir yol vardır. O yolda bu iki cinahın, fərqli düşüncələrin bir-birini rəsmiyyətə tanımalarıdır. Yəni, mərkəzçi bir cumhuriyyət, federalçı bir siyasi gücün meydanda olmasını rəsmiyyətə tanımalıdır və federalçı gücdə mərkəzçi gücü və onun zehniyyətini bir gətsə kimi rəsmiyyətə tanırsa, bu iki fərqli düşüncə bir araya toplanması mümkündür. Burada haqdan keçmək də düzgün olmaz. Bu idənin sahibi ki, mərkəzçilərlə federalistlər bir anlaşma çərçivəsində, yəni bir-birinin fikrini rəsmiyyətə tanımaq vasitəsilə bir araya toplanıb bir platforma yerləşmələrinin mümkün olmasını Həsən bəy Şəriət Mədari mərkəz qrupları ilə bir müzakirənin ərəfəsində meydana qoymuşdur. Cumhuriyyətçilər zaten çox açıdan bir-birinə yaxın zehniyyəti olan siyasi təfəkkürləri vardır. Yalnız bir alanda ciddicə bir-birindən ayrılırlar. Mərkəziyyətçi zehniyyət və federalçı zehniyyət. Ana dilində təhsil alma haqqı, ana dilini təhsil alma haqqı söz konusu olanda fərqlənirlər. Amma o platform necə bir platform olacaq ki, həm federalçılar orada yerləşəcəklər, həm də mərkəzçilər ki, özlərin ədəmi mərkəziyyətçi özlərini tanıtdırırlar, o platformda yer ala bilərlər. Əlbəttə, burada işarət lazımdır ki, bu arada bu cibhə, bu etilaf yalnız bir siyasi alternativ kimi İran rejimi yıxılıb, çevrilib, devrilirsə, onun yerinə oturmasının etibarını qazanmaq üçündür. Yeni anayasa yazmaq kimi bir şey değildir. Anayasanı gələcək müəssis məclislərdə yazılacaqdır. Elə dəqiqən buna görə də ki, qanun ya anayasa əgərsə müəssis məclislərdə yazılacaqdır və bu haqların rəsmiyyət tanınması müəssis məclislərdə meydana gəlib mübahisə olub qərarı alınacaqdır. İndi İran rejiminə siyasi alternativ yaratmaq üçün yalnız bu iki cinah, iki düşüncə sahibləri cumhuriyyətçilər bir-birinin yanında durmaqla və bir-birinin varlığını rəsmiyyətə tanımaqla bir siyasi alternativin yaranmasına və səltənətçiləri əliboş çıxartmasında və antidemokratik və zəif alternativlər xarici devlətlər tərəfindən, hələ xüsus Amerikanın tərəfindən o acil durumda bir siyasi alternativ kimi qəbul olunmasının qarşısını almaq üçün geniş vasitədə bu iki kəsim cumhuriyyətçilər içində bir araya gəlib bir alternativ yaratmalıdırlar, bir etilaf kurmalıdırlar və o etilafın iki sözcüsü olmaq lazımdır. Bir sözcüsü federalistlərdən, bir sözcüsü isə mərkəzçi və ya ədəm mərkəziyyət istəyənlərin tərəfindən seçilməlidir və o etilaf iki sözcü ilə bir adres kimi həm İran ümumi əfkarına və həm dünya ümumi əfkarına eyni halda mövcud devlətlərə özünü tanıtdırmaq üçün çaba göstərib və fəaliyyət içinə girməlidir. Və bu vasitə ilə bir cumhuriyyətçi alternativin
varlığını içəridə və xaricdə göstərməyə çalışmalıdır. Bir balaca xəbər də vermiş olsam, bu danışdığım sahədə bir yeni çaba və çalışma da başlamışdır. Əlbəttə bu başlanış nə qədər dəqiq və nə qədər düşünülmüş deyə onu deyə bilməm, amma hər halda bu sahədə bir yeni və taza çalışmalar və fəaliyyətlər başlanmış bir durumdadır. Vaxt qoyub məni dinlədiyiniz üçün çox təşəkkür edirəm.